Salam əziz tələbələr, hər vaxtınız xeyir. Bugün pronounun birinci hissəsini keçəcəyik. Birinci hissəsinə nələr daxildir? Şəxs əvəzlikləri, obyekt əvəzlikləri, yiyəlik hal, yəni aslı yiyəlik, müstəqil yiyəlik və qayıdış əvəzliklərini keçəcəyik. İlk öncə başlayırıq şəxs əvəzliklərindən. Gəlin görək bu birinci olan şəxs əvəzliklərinə nələr daxildir. Şəxs əvəzliklərinə I, you, he, she, it, we, you, they aiddir. Bunların hər birinin tərcüməsini bilirsiniz. Mən, sən, o, biz, siz, onlar deməkdir. Mən, sən, o, biz, siz, onlar deməkdir. Bunların qaydası necədir? Məsələn, I am a teacher. Mən müəlliməyəm. Gördünüz? Mən şəxs əvəzliyidir və özündən sonra görürsünüz feil gəlir. İstər köməkçi olsun, istər əsas feil olsun. Deməli qaydamız belədir. Şəxs əvəzliklərindən sonralərindən sonra yalnız feil gəlir. Yalnız feil gəlir. Yəni, əgər nöqtə-nöqtə qoysa testə və dərhal ya am gəlsə, ya go gəlsə, ya wake up gəlsə, yəni feil gəlsə, bilin ki, burada nə olacaq? Şəxs əvəzliyi. İndi isə keçid edək ikinciyə. Obyekt əvəzliklərinə. Obyekt hal əvəzlikləri. Obyekt hal əvəzlikləri bunlardır. Me, you, him, her, it, us, you, them. Bunların hər birinin tərcüməsi məni mənə, səni sənə, onu ona, bizi bizə, sizi sizə, onlara onları belə tərcümə olunur. Yəni bir dənə mənini yazacağam, məni, mənə. Məsələn, ə, o mənimlə danışır. He talks with me. Gördünüz, cümlənin sonunda işlətdim. Cümlənin ortasında da gələ bilər. Bir şərtlə ki, vergül olsun və ya ondan sonra gələn söz me-yə aid olmasın. Yəni, biz buradan da belə görürük ki, me özündən sonra heç nə tələb eləmir. Yəni, obyekt al özündən sonra heç nə tələb etmir. Özündən sonra heç nə tələb etmir. Daha sonra var. Üçüncü ən mühümlərdən biridir, yiyəlik haldır. Yiyəlik hal əvəzlikləri. Və bunlar iki yerə bölünür. Birincisinə biz asılı deyirik və ya isimli. Asılı və ya isimli. İsimli bilirsiniz niyə deyirik? Çünki özündən sonra isim tələb eləyir. Bunlara aiddir my, your, his, her, its, our, your, their. Yəni mənim, sənin, onun, bizim, sizin, onların deməkdir. Və yadınıza saxlayın, asılı və ya isimli. Bunlardan sonra həmişə isim gəlir. Həmişə. İsim gəlir. Gəlməlidir. Məsələn, əgər nöqtələr qoyubsa, name gəlibsə, deməli bura nə olmalıdır? Bunlardan biri olmalıdır. Yəni, yiyəlik halda olan aslı yiyəlik, yəni asılı. Aslı yiyəlik olmalıdır. Məsələn, my name is Fatimə, your name is Fatimə, our name is, our düzü olmur. Your ola bilər, her name is Fatimə, belə də ola bilər. Daha sonra keçirik ikinciyə, asılı olmayan, yəni müstəqil. Asılı olmayan. Müstəqil. Biz niyə buna müstəqil deyirik? Çünki bu müstəqil özündən sonra isim tələb etmir. İsim onun əzəli düşmanıdır. Özündən sonra heç vaxt və heç vaxt isim gələ bilməz. Buna aiddir mine, yours. Yerdə qalanların hamısının sonunda s var. His, hers, its, ours, yours, theirs. Bu bilirsiniz nəyə oxşuyur? Pronounların çoxunun əgər sonunda s hərfi varsa özündən sonra isim tələb etmir. Və bunların da tərcüməsi mənimki, səninki, onunki, bizimki, sizinki, onlarınki belə deməkdir. Və bunlardan sonra heç vaxt isim gəlmir. Ona görə də adları müstəqildir. Bunlar adətən cümlənin sonunda gəlir. Daha sonra keçirik bizim ən mühüm olanımıza, yəni onlardan biri. Dördüncüsü isə təbii ki də qayıdışdır. Reflexive.
Yəni qayıdış əvəzlikləri. Bunlar myself, yourself, himself, herself, itself, ourselves. Görürsüz cəm olanda f çevrilir v olur. Selves, yourselves. Bax, uje burada yu'ları ayırd edə bilirik. V olan sizdir, f olan səndir. Və themselves. Tərcümələri nədir? Özüm, özün, özləri, özü, e, daha sonra özünüz, özümüz, özünə ifadə olunur və bunlardan sonra da isim gəlmir. Və bunların quruluşu necədir? Əgər cümləmizin mübtədası aydırsa, söhbət aydan gedirsə, myself qoyacağıq. We-dən gedirsə, ourselves qoyacağıq. Daha çox mübtəda ilə əlaqəyə girirlər. Mübtədanızdan asılıdır. Və ya mübtədanız cansız bir isimdirsə, bu zaman itself olacaq. Məsələn, country. Dildə belə bir testimiz var. Country deyirsə, bu zaman itself olacaq. Qeyd yazırıq kənara ki, unutmamaq üçün. Qeyd. Şəxsdən sonra, yəni şəxs əvəzliklərindən sonra. Şəxs əvəzlikləri. Feil tələb edir. Feil. Aslı yiyəlik əvəzliklərsə. Aslı yiyəlik əvəzliklərsə. Özündən sonra mütləq və mütləq isim tələb edir. Yerdə qalanlar özlərindən sonra nəsə tələb etmirlər. Ona görə də nöqtələri qoyanda hər zaman testdə nöqtələrdən sonraya baxın. Nöqtədən sonra isim gəlibsə bunu qoyursunuz. Feil gəlibsə bunu qoyursunuz. Bu ikisi gəlməyibsə, məsələn, on, it, about və ya sifət gəlibsə, zərf gəlibsə, deməli obyektlə qayıdış və ya digərlərini qoymalısınız. Bu ikisini qoymamalısınız. Ümid eləyirəm ki, bura qədər hər şey aydın oldu. İkinci hissəsini də artıq mən paylaşmışam. Gəlin indi keçək, testin üzərində işləyək. Aha, elə birinci sualımızdan başlayaq. Don't interrupt, nöqtə nöqtə. Biz həmişə nöqtədən sonra gələnə baxırıq. Speech. Speech nədir? Çıxış. Yəni danışığı, onun çıxışı. İsimdir. Noun. Özündən sonra isim tələb edənlər hansılardır? 1-dir, 2-dir, 3-dür. Yadınızda saxlayın, sonu s ilə bitən pronounlar özlərindən sonra isim tələb etmir. 4 ilə 5-in hamısını çıxırıq. Cavab qaldı 1, 2, 3. 2-yə baxaq. I can find my trousers. Mən şalvarlarımı tapa bilmirəm. Where are? Şalvarlardan gedir söhbət. Şalvarlar cəmdədir. Cəmdə olduğu üçün 2 çıxıram mən. Bir də ki, bu cür də tapa bilərsiniz. B ilə C-ni çıxıran bilirsiniz niyə? B ilə C-dən sonra isim gəlməlidir. Yəni mən tutaq ki, mən bura our qoydum, düzdürmü? Ondan sonra isim gəlməlidir. Hanı ismimiz? Yoxdur. Ona görə B ilə C getdi. Qaldı D ilə Y. Y-ni də çıxıran bilirsiniz niyə? Y-dən də sonra isim gəlməlidir. Amma cümlə bitib, sual qoyulub. Ona görə Y də gedir, cavab D-dir. Baxırıq üçüncüyə. Deyir ki, this letter is for Bill. Bu məktub Bill üçündür. Can you give it to? Aha, baxın, B ilə C-ni çıxıram. Niyə? He ilə she-dən sonra feil gəlməlidir. Amma cümləmiz bitibdir. Getdi. Our çıxıram. Niyə? Hour'dan sonra isim gəlməlidir, amma isim yoxdur burada. Cümləmiz bitib, getdi. Qaldı A ilə Y. Bizim haqqımızda danışdığımız, yəni biz Bill haqqında danışırıq. Bill kişi cinsindədir. Bir nəfər haqqında. Heç tərcümə etməyək. Görürsünüz ki, burada bir nəfər haqqında danışırıq. Bu cümlədə heç cəmlik bildirən bir mübtəda yoxdur, bir kəs yoxdur. Ona görə də yeni çıxırıq. Y çünki cəmlik bildirir. Cavabımız A-dır. Daha sonra, baxın, 14-də izah eləyək. Deyir ki, try to pack everything. Çalış hər şeyi paketlə. 2-ni çıxıram. İsim gəlməlidir, düzdürmü? Hanı gəlib? Yox, boşdur. Bunun ardı yoxdur cümlənin. Getdi. Cavab burada 1 ilə 3-dür. Niyə? Deyək ki, çalış hər şeyi özün paketlə. Özünüz paketləyin. Themselves olmur. Niyə? Çünki burada demir. Sizə them işlətməyiniz üçün gərək sizin mübtədanızda z olsun. Yoxdur. Ona görə də cavab 1, 3-dür. Daha sonra 12-yə baxaq. Desiniz, baxın nöqtədən sonra isim gəlib. Özündən sonra isim tələb edənlər hansıdır? A-nı çıxıram, mi özündən sonra isim tələb eləmir. B-ni çıxıram, mine özündən sonra isim tələb eləmir. Y-ni çıxıram, theirs özündən sonra isim tələb eləmir. Qaldı D ilə C. İndi baxıram ikinci hissəyə. Nöqtədən sonra nə gəlib? Söz önü gəlib, düzdürmü? İsim deyil bu. Söz önüdür. Söz önü. İsim deyil. D-ni ona görə çıxıram. Çünki zeyr özündən sonra isim tələb eləyib. Amma söz önü gəlibdir. Cavab qaldı C. Sonra 11-ə baxaq. Nöqtələrdən sonra isim gəlib. Sinif yoldaşlarım. Özündən sonra isim tələb eləyən hansılardır? Bax, he tələb etmir. He özündən sonra feil tələb eləyir. B getdi. Y, zeyr özündən sonra heç nə tələb eləmir. Y də getdi. Qaldı A, D, C. Daha sonra nöqtələrdən sonra birthday party. Bu da isimdir. Özündən sonra isim tələb eləyən, bax, A-nı da silirəm, C-ni də silirəm. Çünki ikinci tərəfləri özlərindən sonra isim istəmirlər. Ona görə cavab D-dir. Yəni əslində uşaqlar bu qədər asandır. Tapmaca yolu ilandır. Əgər qaydalara diqqətlə qulaq assanız və bir dəfə oturub öyrənsəniz, mənə elə gəlir ki, bunları çox rahatlıqla işləyə biləcəksiniz. Yenə də hansı suallarınız olsa zəhmət olmasa mənimlə əlaqə saxlayarsınız. Hələlik. Negative pronouns, indefinite pronouns, yəni şəxsdir, obyektdir, yəlikdir. Bunlardan sonra nə varsa, onların hamısını yenidən izah edirəm. Yəni təzə izah etmiş oluram sizə. Birinci başlayırıq inkar əvəzliklərindən. Adları nə olur? Negative pronouns. Negative pronouns.
Bunlardan birincisi no'dur. Gəlin görək no nə deməkdir. No yox deməkdir və no'nun, yadınızda saxlayın, no'dan sonra en və z artikılı gəlməz. Ənazə, zəazə və zəazəs gəlməz. Sonra nə gəlmir? Sam və eni gəlmir. Sam, eni. Yəni cümlədə nöqtələrdən sonra sam, eni görsəniz, ora no qoya bilmərsiniz. Sonra bir də of gəlmir. No'dan sonra of gəlmir. Gəlmir. No'nun qaydası budur. Bir də no, not eniyə bərabərdir. Niyə? İzah edirəm indi cümlədə. Məsələn, birinci mən deyirəm ki, I have no books. Mənim kitablarım yoxdur, düzdürmü? Tərcüməsi belə çıxır. Bir də deyə bilərəm ki, I do not have any books. Bunun da tərcüməsi mənim kitablarım yoxdur deməkdir. Görürsünüz, burada var no, burada var not any. İkisi eyni deməkdir. Yəni, bir-birlərinə bərabərdirlər. Daha sonra, keçid edirik nana. Nan, heç kim, heç nə deməkdir. Nan. Heç kim və heç nə deməkdir. Bu əvəzlik, no əvəzliyinin isimsiz halıdır. Bu nə deməkdir? No'dan sonra isim gəlir. Amma, baxın, no'dan sonra isim gəlir. Amma nandan sonra heç vaxt isim gələ bilməz. Nan plus isim olmaz. İcazə yoxdur. Yəni, icazə vermirəm, olmaz. Bir də bizim birləşmələrimiz var. Nə halda, yəni hansı halda isim gələ bilər? Əgər nandan sonra of gələrsə isim gələr. Olur nanov. Nanovdan sonra isim gəlir. Bunu belə eləyək. Oflu birləşmələr deyirəm mən bunlara. Oflu birləşmələr. Nanov, Neyzaov, Eyzaov, Evrivanov, İçov. Bunları əzbərləyəcəksiniz. Bunlardan sonra gələn isim cəmdə olur. Cəm isim. Xəbər təkdə olur. Tək xəbər. Kitabın hər dərəsində bir yazıbdılar. Ona görə uşaqlar çaşır. Elə bir dənə bu qaydanı bilin ki, Nanov, Neyzov, Eyzov, Evrivanov, İçov. Bunlardan sonra gələn isim cəmdə olur. Xəbər təkdə olur. Yaxşımı? Sonra keçirik. Bizdə var törəmələr, düzdürmü? Nobody, everybody, somebody, anybody. Yadınızda saxlayın. Törəmələrdən sonra of heç vaxt gəlmir. Bura yazıram qırmızı hərflərlə. Törəmələrdən sonra isim gəlmir. Baxın, belə də qoyuram, bilin. Törəmədən sonra isim gəlmir. Buna məsələn yazıram everybody, somebody ya da anybody. Of olmaz. Keçirəm. Var bizim neyzə. Neyzənin tərcüməsi heç biri deməkdir. İkisindən heç biri. İkisindən heç biri deməkdir. Özündən sonra sayıla bilən tək isim gəlir. Yadınızda saxlayın. Görürsünüz, biz bunu qabaqda oflu versiyasına rast gəldik, düzdürmü? İndi bunun ofsuz versiyasından danışın. Neyzə ofsuz olanda, tək olanda, neyzədən sonra sayıla bilən tək isim gəlir. Sayıla bilən tək isim. Yəni, neyzə book. Neyzə books ola bilməz. Olmaz. Və ya neyzə water olmaz. Sadəcə sayılsın və təkdə olsun. Sonra keçirik. Baxın, neyzə oflu olanda cəm isim gəlirdi. Amma neyzə tək olanda tək isim gəlir. Belə yadda saxlayın. Tək olanda tək isim. Sonra var bizdə qeyri-müəyyən əvəzliklərimiz. Bunların adı indefinite pronounsdur. Indefinite pronouns. Indefinite pronouns. Qeyri-müəyyən əvəzlikləri. Bunlara nə daxildir? Some və any. Başlayırıq indi. Some bir neçə bir qədər deməkdir.
Samdan sonra sayılan da gəlir. Sayılan ama cəm olmalıdır. Sayılan cəm. Sayılmayan da gəlir. Məsələn, some water da deyə bilərəm. Some books da deyə bilərəm. Some books, some water. Daha sonra biz demişik ki, some təsdiq cümlələrdə işlənir, düzdürmü? Eyni isə inkar cümlələrdə işlənir. Amma bu həmişə belə bir şey deyil. Some sual cümlələrində də işlənə bilər. Some sual cümlələrində işlənə bilər. Əgər xahiş bildirirsə, xahiş təklif bildirirsə, xahiş təklif bildirirsə, indi baxın, məsəl üçün, for example, deyirəm ki, can I have some tea, please? Deyir, biraz çay ala bilərəm, xahiş eləyir. Can I have some tea, please? Daha sonra keçirik digər mövzumuza. Bu da təbii ki, eyni mövzumuzdur. Eyni'nin tərcüməsi heç deməkdir. Yəni heç biri deməkdir. Qeyd eləyək. Eyni, heç biri. Bunun da qaydası samdan eynidir. Eynidən sonra sayılan da gələr. Amma cəmdə gəlmək şərti ilə. Sayılan cəm, sayılmayan. Sayılmayan olsa təkdir. Qaydaları eynidir. Sadəcə eyni inkar cümlələrdə də işlənir. İnkar və sual. Daha sonra törəmələri də biz dedik. Ondan sonra gəlir təyin əvəzliklərimiz. Təyin əvəzlikləri biz ingilis dilində defining pronouns deyirik uşaqlar. Defining pronouns. Təyin əvəzlikləri. Təyin əvəzliklərinə nələr aiddir? All, either, another, each, both, every, other bunların hər biri haqqında indi danışacağıq. Birinci gəlin all haqqında danışaq. All hamı, hər şey, bütün deməkdir. Və alldan sonra all'un ümumiyyətcə qaydası belədir. All'un iki mənası var. Bir, hamı deməkdir. Canlı. İnsan nəzərdə tutanda. Bir də hər şey deməkdir. Cansız. Əşya nəzərdə tutanda. Yadınıza saxlayın, əgər canlını nəzərdə tutursa, xəbərimiz cəm olacaq. Cəm xəbər. Əgər cansızı nəzərdə tutursa, xəbərimiz tək olacaq. Mən buna misal nə göstərə bilərəm? Deyirəm ki, all are at school. All are at school. Tərcüməsi nədir? Hamı məktəbdədir. Hamı kimdir? Tələbələr, şagirdlər, yəni insanlar, canlılar. Canlı olduğu üçün are qoyub, görürsüz, cəmdə qoyub. Amma əgər mən yazsaydım ki, all is ready, hər şey hazırdır. All is ready də burada olan hər şey mənasını verir. Yəni, hamı hazırdır demək deyil. Hər şey hazırdır. Hər şey də cansızdır. Ona görə də is qoyub. All'un qaydası bir dənə budur. Və all'a sinonim ola biləcək bir dənə əvəzlik də var. The whole'dur. Bütün deməkdir. Daha sonra the whole'dan da sonra yadınıza saxlayın. Sayılan tək gəlir. Neyzə kimi. Sayılan tək. Yəni, the whole books olmur. The whole time olmur. Ancaq olsa the whole book olur. Yaxşı? İndi yazıram. The whole book. The whole books. The whole time. Bu olur. Bunlar olmur. Yaxşı? Daha sonra keçirik bizim qaydalarımızdan ən əsaslarından olana, təbii ki də uşaqların yaralı yeri, ən azəzi, azə söhbətinə. Halbuki ən asanları bunlardır uşaqlar. Bir də iç evri söhbətinə. Gəlin elə birinci iç evri eyzədən danışaq. İç hər bir deməkdir. Evri də hər bir deməkdir. İkisi də eyni mənanı verir. Bir də eyzə var. Eyzənin mənası isə ya bu ya o deməkdir. Ya ikisindən biri. Ya bu ya da o. Bunlardan sonra, bu üçündən də sonra, bax yazıram bura iç.
every, eyza. Bu üçündən də sonra gələn isim tək olur. Tək isim. Each book deyirsiniz. Every book deyirsiniz. Eyza book deyirsiniz. Yaxşı. Xəbərlərin də hamısı tək olur. Tək isim, tək xəbər. Yəni bu üç qardaşlar ancaq tək yola gedirlər də, özünkülərdir. Tək, tək, tək. Tək isim, tək xəbər olur. Everydən sonra, bax, içdən də, eyzədən də sonra of gətirə bilərsiniz. Everydən sonra of gətirə bilmərsiniz, icazə yoxdur. Every of olmaz. Ancaq every-yə one artıraraq ayrıca yazılan, ha, təbii ki də. Of qoya bilərsiniz. Çünki bunlar bitişik yazılsa olur törəmə, törəmədən də sonra of gəlmir, qaydaya zidd olur. Ona görə ayrı yazılanı qəbul edirik, yaxşı? Sonra keçid eləyirik both. Both nə deməkdir? Hər ikisi deməkdir. Ən yola gəlimlisi budur. Bundan sonra cəmsim, cəm xəbər gəlir. Cəm, isim, cəm, xəbər. İndi keçirik. Ənadəyə. Ənədə qarşısında artikel var deyə biz başa düşə bilərik ki, tək isim istəyir. Çünki, baxın, ən artiklı da qabaqda. Tək isim istəyir. Yəni ənazədən sonra sayılan tək isim gəlməlidir. Sayılan tək isim. Yəni sayılmayan, ay nə bilim sayılan cəm olan, belə bir şey ola bilməz. Ancaq və ancaq ənazədən sonra baxın yazıram. Ənazə book olar. Ənazənin də mənası başqa biri, daha biri, əlavə deməkdir. Daha sonra yadınızda saxlayın. Ənazədən sonra ümumiyyətcə ənazə ilə no və z artiklı işləmir. Yəni no, z plus ənazə olmaz. Yaxşı? Bu qaydaya ziddir. Çünki ənazənin özündə bir dənə artiklıq var. Biz də demişik ki, no-dan sonra artikl gəlməz, iki dənə də artikl yanaşı gəlməz. Ona görə olmur, uyğun deyil. Sonra keçirik bu qardaş azələrə. Mən bu azələri necə bölürəm? Biri var sığlılar, biri var sığsızlar. Yəni biri var others, sonra sı ilə bitənlər. Bunlardan sonra uşaqlar isim gəlmir. Yadda saxlayın. Son s-lə bitən, yəlik, ümumiyyətcə son s-lə bitən əvəzliklərdən sonra isim gəlmir. Bunların da sonu s-lə bitib. Son s-lə bitən əvəzliklərdən sonra isim gəlmir və qaydanı da burada özü göstərir. Və z azəsdən sonra, azəsdən də sonra isim gəlmir, xəbər də gələndə cəm olur. Gəlir indi azə ilə z azəyə. Bundan sonra isim gəlir. Bundan sonra isim gələ də bilər, gəlməyə də bilər. Gələ də bilər, gəlməyə də bilər. Z azənin xəbəri həmişə təkdə olur. Baxın, plus qoyuram, tək xəbər. Böyük hərflərlə yazdım. Azədə isə xəbər söhbəti yoxdur. Sadəcə isimin gəlib gəlməməyi var. Azədən sonra həm sayılan isim gəlir, həm sayılmayan isim gəlir. Həm sayılan, həm sayılmayan. Gələ bilər. Yaxşı. İndi keçək. Bir də ki, yadınızda saxlayın. Ənazə sözünü izah eləmişdimi? Ənazə sözündən sonra say, yəni isim say alarsa, həmişə isim cəmdə olur. Məsələn, I shall stay here. Bax, bunu not kimi yazıram kənardan. Not. Yazıram. Ənazə özündən sonra say alarsa, yəni say gələrsə, isim cəmdə olur. Çünki biz demişdik ki, ənazədən sonra gələn isim təkdə olmalıdır. Düzdürmü? Bircə dənə say gəlsə cəmdə olur. Məsələn, deyirəm ki, I will stay here for another 4 days. For another 4. Görürsünüz, for 4 deməkdir. Bundan sonra da gələn isim day sözü cəmlənəcək. Çünki niyə? İsmin yanında rəqəm olanda o isim cəmlənməlidir. Ona görə bircə dənə bax bu halda ənazədən sonra cəm gələ bilər. Bunu sizdən soruşacağam. Hansı halda ənazədən sonra cəm isim gələ bilər? Deyirsiniz, əgər ənazə ilə ismin arasına say girərsə, deməli cəm isim ola bilər. Keçirik. Baxın 1-ə. Bir də deyir ki, baxın of gəlir. Nədən sonra of gələr? A-nı çıxırıq. Çünki everydən sonra of gəlmir. Biz bunu demişik. Baxın. Everydən sonra of gəlməz. Baxıram ki, hə, cəm isim, xəbər də təkdir. Baxın, həzdir. Həv olsaydı cəm xəbər deyirdim. Hansı əvəzlik özündən sonra of gələrsə, cəm isim tək xəbər istəyir. Təbii ki də o oflu birləşmələrdən olandır. O da B-dədir. Each of, none of, sonra every one of, either of, neither nor, neither of. Bu birləşmələr özündən sonra gələn ismi cəmdə xəbəri təkdə istəyir. 2-yə baxırıq. Yenə of gəlib, every-ni yenə atırıq. Was, xəbər təkdə gəlib. C ilə yeni tulluyuruq. Niyə?
C ilə Y özündən sonra gələn xəbəri həmişə cəmdə istəyir. Qalır some of, bir də nays of. Burada cavab some of olmayacaq. Niyə? Çünki some of us bizim bəzilərimiz. Düzümü? Some of us-dan sonra gələn xəbər cəmdə olmalıdır. Getdi. Qalır B. Özündən sonra həm cəm və tək xəbər tələb edən odur. 3-ə baxırıq. Of gəlib yenə. Everyone-dan evrini çıxırıq. 3-dən 5-i çıxırıq uşaqlar. Hər yerdən 3-5-i çıxırıq. Cavab C. Everydən sonra of gəlmir. Everyone bitişik yazılıbsa törəmədə of gəlmir. 4-ə baxırıq. Of gəlib. Özündən sonra of gətirməyən bir dənə B-dir. 7 boys. İsmim cəmdədir. In that group goes. Feilim təkdədir. Deməli olacaqdır. Cəmsim tək xəbər. 5-ə baxırıq. Which of the jackets do you prefer? Of gəlib. Cəmsim cəm xəbər. Bu dəfə cəmsim cəm xəbərdir uşaqlar. Özündən sonra cəmsim cəm xəbər tələb eləyən 2-dir 4-dür. Yadınızda saxlayın. Bossla aldan sonra cəm isim, cəm xəbər. 6-ya baxırıq. Yenə of gəlib. Burada da cəmsim cəm xəbərdir. Deməli yenə olacaq 3-dən 4. Y bəndi. Baxırıq 7-yə. Irena brought some pillows, but one was. Baxın, təkdir də one. Düzdürmü? These those getdi. Sonra gəlib. Azə ilə azəs gəlibdir. Azə ilə azəsdən hansı qəbul eləmir? D-dən sonra isim gəlməz. Amma bax one gəlib. İsim gəlməz. Çünki sonu S-lə bitib. Qaldı bizdə A, bir də C. Düzdürmü? Yadınıza saxlayın. Azədən sonra isim gəlirsə, sayılırsa, bax, xəbəri cəmdə gəlməli idi. Gəlməyib. Özündən sonra xəbəri təkdə tələb eləyən içdir. Yaxşı? İç. Ofsuz halda. Ofu yoxdur da, yanında göstərici mətndə də verməyibdir. Ona görə də tək istəyir, tək isim. Tək xəbər. Tək isim, tək xəbər. Sonra keçirik 8-ə. She doesn't know. Baxın, inkarlıq var. 2-ni çıxıram. Niyə? Bir cümlədə 2 inkar olmaz. Nothing-in no-su var, ona görə çıxıram. Some-ı çıxıram. Çünki some inkar cümlələrdə işlənmir. 2-5-in hamısını çıxıram, cavab qalır A. Yaxşı? Sonra keçirəm 9-a. 10 dənəsini izah eləyəcəm. We must respect rights. Baxın, isim gəlib. Özdə cəmdə gəlibdir uşaqlar. Ona görə də elə bir var. Baxın, iç azır. Biz yiyəlik seçməliyik. Özündən sonra isim tələb eləyən təbii ki, yiyəliklər olur. Ona görə qalır bizdə D ilə Y. Yaxşı? D ilə Y apostrofları var deyə yiyəlikdir. Yəni bu o da deyir ki, mən əgər yiyəlik qəbul eləmişəmsə, məndən sonra isim gətirə bilərsən. Ona görə ABC-ni çıxırıq. Gəldi indi Y-yə. Van ənazədən sonra gələn isim niyə cəmdə olsun? Özündən sonra cəm istəmir. Ona görə bunu çıxırıq. Hətta tərcümədə də D olur, D uyğundur. Aha. Daha sonra keçək 10-a. 10-cu sualda deyir ki, there is interesting to read at home. I will have to go to the library. Burada tərcüməyə baxırıq. Deyir ki, there is nothing interesting to read at home. I will have to go to the library. Deyir burada oxumağa, yəni evdə oxumağa maraqlı heç nə yoxdur. Ona görə də mən kitabxanaya getməliyəm. Nothing. Yaxşı? Test izahımız bu qədər. Mən sizə tapşırıqları atacağım. Ümid eləyirəm ki, qaydanı da başa düşdünüz. Nə sualınız varsa, məndən əlaqə saxlaya bilərsiniz. İndi danışa bilərsiniz qızlar.